Salam əziz şagirdlər, tətildə olduğumuza görə çoxdandır monitoring videosu çəkmirdim. Yeni bir monitorinqlə gəlmişəm. Onu qeyd edeyim ki, bu monitoring biraz çətindir. Çünki çoxusu ikinci hissə dərslikdən götürülüb. Yəni bu qədər çətin olacağını düşünmürəm. Yaza bilməsəz qorxmayın ki, niyə biz yaza bilmirik? Çünki həqiqətən çətin və samballı nümunədir. Yəni yaxşı nümunədir, amma biraz dediyim kimi çətindir. Monitoring belə düşmür. Monitoringin içində asan suallar da olur. Burada demək olar ki, əksəri çətindir. Gəlin başlayaq. Birinci sual bizə deyir ki, təsadüfən seçilmiş 2 rəqəmli ədədin həm 3-ə, həm də 4-ə bölünmə hadisəsinin ehtimalını tapın. Deməli uşaqlar, biz birinci nəyi düşünək? Düşünək ki, neçə dənə 2 rəqəmli ədəd var? Elə bil ki, ehtimal necə tapırdıq? Ehtimal bərabərdir əlverişli hallar, əlverişli bölünsün bütün hallar. Bütün. Burada bizim əlverişli halımız 2 rəqəmli ədədlərin içində 3-ə və 4-ə bölünən olmasıdır. Bütün halımız isə 2 rəqəmli olmasıdır. Gəlin baxaq. 2 rəqəmli ədədlər 10-dan başlayır. 10, 11, ta ki 99-a qədər. İndi gəlin görək burada neçə dənə 2 rəqəmli ədəd var. 99-dan 10-u çıxıram. Həm 99-u, həm də 10-u götürdüyümüzə görə üstünə də 1 gəlirəm. Eləyir 90. Yəni 90 dənə 2 rəqəmli ədədimiz var. Bu bizim məxrəcimizdir. İndi bizə deyir ki, həm 3-ə, həm də 4-ə bölünmə hadisəsi. Uşaqlar, bu ehtimal 3-ə və 4-ə bölünməsi ehtimalı. Yəni 12-yə bölünməlidir də. Hansı ədədlər həm 3-ə, həm 4-ə bölünür? 12-yə. Onda başlayaq. 12-yə ilk bölünən ədəd 12-dir. Sonra 24-dür. Üstünə 12 gələ-gələ gedirəm. 36, 48, 60, 72, 84, 96. Neçə dənə var uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli bu həmin 8 ədədimiz, Bizə lazım olan ədədlər siyahısındadır. Yəni əlverişli hallardır. 8 hal. İndi ehtimal 10-da bərabər olacaq. P bərabərdir. Surət 8 olacaq. Məxrəc də 9 olacaq. 90 olacaq. Hər tərəfi 2-yə bölsəm 4, bu da 45. Buradan oyun ixtisar getmir. Cavab olacaq, deməli, 45-də 4. İkinci sual, cavab oldu, yəni B variantı. İkinci sual, tərəfi 8 cm olan kvadratın daxilinə dairə çəkilmişdir. Rənglənmiş hissənin sahəsini tapın. Deməli, uşaqlar, bu kvadratın tərəfi 8, 8, 8 və 8 imiş. Bunun içində dairə çəkilib. Gəlin, baxaq, dairənin radiusunu tapaq. Dairənin də onda diametri 8-dir. Düzdürmü? D bərabərdir 8-ə. Onda radius bərabərdir 4-ə. Biz bu rənglənmiş hissəni necə taparıq? Həmin bu kvadratdan, bax çöldəki kvadratdan içəridəki dairənin sahəsini çıxanda biz alacağıq o qırmızı çəhrayı hissənin sahəsini. Gəlin də belə yazaq. S kvadrat bərabərdir kvadrat. Kvadratın sahə düsturu nədir? Bir tərəfinin kvadratı. İndi əgər bunun tərəfi 8 isə, 8-in kvadratı 64. Bu bütöv kvadratdır. İndi gəlin ondan dairəni tapaq. Dairə, S dairə. Dairənin sahə düsturu necə idi? Pi R-in kvadratı. İndi əgər bunun diametri 8 isə, radiusu 4 isə, olacaq 16 pi. Pi də uşaqlar 3-dür deyə 16-nın çevrəndə 48. Aha. Bu da elə bir ki, kəsilən oradakı ağ dairə var. Bax, budur. İndi bizə S rəngli, yəni rəngli hissənin sahəsini tapmaq üçün rəngli 64-dən 48 dairəyə aid olan hissədən çıxacaq. Eləyəcək 16 cm. Burada cavabı üstündən keçib. Cavab olur 16 cm-in kvadratı. Yəni D variantı. Üçüncü sual. Verilmiş 3 ədəd üçün bu ədədlərin arasında ən böyük fərq 12, ədədə orta həm də median 20-dir. Aha, bu ədədlərdən ən kiçiyini tapın. Deməli, uşaqlar, budur, budur və budur. 3 dənə ədəd var. Deyir ki, median 20-dir. Median nə idi? Ortada duran ədədlər, sıranı ortadan bölən. Onda deməli, burada ortada duran ədəd 20-dir. Sonra deyir ki, ən böyük fərq 12-dir. Yəni, bu nəymişsə, bundan bunu çıxanda 12 edir. Yəni, aralarında 12 vaid fərq var. Və bunların üçünü, buna A deyək, buna da B deyək. B'dən A-nı çıxanda 12 eləyir. Ən böyük fərqi 12-dir. Ədədi ortası da deyir ki, 20-dir. Ədədi ortanın 20 olması bu üçünün cəminin, əgər ədədi orta 20-dirsə,
3'ə vursam, deməli bu üçünün cəmi 60'dır. A üstə gəl B, üstə gəl 20, 60'dır. Deməli uşaqlar, A ilə B-nin cəmi də 40 eləməlidir. Elə bil ki, A ilə B-nin cəmi də 40 imiş. İndi bunlar toplayanda 40 eləyir. Bir tərəfdən də birindən digərini çıxanda 12 eləyir. Elə ədədlər fikirləşməlisiniz ki, toplayanda 40 eləsin, çıxanda 12 eləsin. Onu da tapmaq üçün tərəf-tərəfə toplasam 52, 26. Biri 26 olar, biri də 14 eləyir. Həqiqətən 26 ilə 14 toplayanda 40 eləyirmi? Eləyir. Çıxanda 12 eləyirmi? Eləyir. Bizə deyir, ən kiçiyini tapın. Kiçiyimiz də olacaq 14. Yəni cavab oldu D variantı. Dördüncü sual. Deyir ki, x mənfi 72, y bərabərdir 65 olarsa bu ifadənin qiymətini tapın. X-in yerinə mənfi 72 qoyuram. Buraya yazıram mənfi 72. Üstə gəl 65. Çıxılsın adi 72. Çünki mənfi çevrilir. Gəlin baxaq. Birinci x üstə gəl y hesablayaq. Mənfi 72. Üstə gəl 65 moduldan. Çıxılsın modulda mənfi 72 bərabərdir. Bu hissədə mənfi 72 ilə 65'i toplayanda böyükdən kiçik çıxırıq, mənfi 7 olur. Çünki 72 daha böyükdür. O da moduldan çıxanda çevrilir olur adi 7'yə. Bir tərəfdən də bu moduldan müsbət çıxır, amma önündə mənfi var deyə elə mənfi qalır. O da eləyir mənfi 65. Cevabımız oldu A variantı. 5. sual. Deyir ki, x bölü mənfi 12 bərabərdir mənfi 64. Üstə gəl 78. Da buranı deyə bilərim də, böyükdən kiçik çıxaram. 78 böyükdür. 78'dən 64'ü çıxanda qalır 14. X-i tapmaq üçün də mənfi 12'ni 14'ə vurmalıyıq. O deyilir mənfi 168. Cevap oldu C variantı. Geldi 6. sual. Der ki, A, B çokluğunu tapın. Bu nədir? Bu hissə birinci. A ilə B-nin kəsişməsidir. Kəsişmə də nə idi uşaqlar? Eyni elementlərin tapılması. A-da və B-də hər ikisində nələr var? Baxın, A-da da 9 var, B-də də 9 var. Başqa, A-da 18 var, B-də də 18'i görürəm. 12 var, bunda yoxdur. A ilə B-nin kəsişməsi 9 və 18'dir. Düzdürmü? Deyir ki, bunun da C ilə fərqi həm 9, həm 18 burada olmadığına görə elə onu C-dən çıxanda yenə də 9 və 18 alacaq. Çünki onsuz da bu elementlər C-də yoxdur. Bu işarə fərq işarəsidir. Cavab oldu B variantı. 7. sual deyir ki, tənliyini həll edin. Gəlin birinci bu hissəni vurub açaq. 6'nı 2'yə vuranda eləyər nə? 12x çıxılsın 6'nı 5'ə vuranda 30. Çıxılsın 12x çıxılsın 12. Bərabərdir. İndi başlayıram buna vurub açmağa. Olacaq 3x üstə gəl 30 üstə gəl 14. İndi nə edək? X-ların altından bir xət çəkək, yəni qırmızı çəkək, qoy seçilsin. Ədədlərin altından da yenə mavi çəkək. Mavi çəkək həm də. Yaxşı, ədədlərin yeri haradır uşaqlar? Ədədlər solda olmalıdır, düzdürmü? Gəlin ədədlərin hərfləri daha doğrusu. Hərflərin hamısını sola yığaq. 12x-dan 10x-ə çıxanda 2x verir. Təzədən bu 3x də bura gələndə işarəsini dəyişir, olur mənfi 3x. Bərabərdir. Ədədlər də sağda. 30 ilə 14'ü toplayıram 44. Bu 30 və 12 də o yana keçəndə də toplama ilə keçir. Yerin işarəni dəyişir. 2x-dən 1x-dən çıxanda eləyir mənfi 1x. 44'ün üstünə 30 gələndə 74, üstünə də 12 gələndə 86 eləyir. Biz mənfi x-i tapdığımız üçün adi x da mənfi 86'ya bərabərdir. Yəni cavab oldu B variantı. 8. sual deyir ki, məxrəci ilə surətin fərqi 12 olan kəsrin qiyməti 7'də 3'ə bərabərdir. Bu kəsri tapın. Deməli, deyir ki, məxrəci surətindən 12 vaid böyükdür. Yəni,
Belə deyək, surət x deyək, çünki düzgün kəsir alınıb da. Baxın, burada düzgün alınıb. Ona görə məxrəci böyümüş. Deməli, məxrəc bundan 12% böyükdür. Və nəticədə 7-də 3-ə bərabərdir. Çarpaz vursaq, tənasüb əldə edərik. 7 vurulsun x bərabərdir. 3 vurulsun x dəgən 12-yə. Açsaq, 7x bərabərdir. 3x üstəgəl 36. 3x'i keçirsən bu yana çıxanda qalır yerdə 4x bərabərdir 36-ya. X-imiz də bərabər imiş 9-a. Yəni surətimiz 9 imiş. İndi məxrəc də bundan 12% artıqdırsa, məxrəcimiz də 21 verəcək. Həqiqətən ixtisar eləsəm 3-ə görəcəm ki, 7-də 3 alınar. Deməli, bizim kəsirimiz 21-də 9 imiş. 9-cu sual. Silindr şəklində olan su çəninin oturacağı radiusu 3,2, hündürlüyü isə 2,5-dir. Bu çənin həcminin 4/3 hissəsi su ilə doldurulmuşdur. Çəndə neçə litr su olduğunu tapın. Gəlin bir dənə qəşəng silindrimizi çəkək. Silindri açıq çəkək peki. Yox, elə bağlı çəkin. Mən biraz silindrim əyiləcək. Yəni rahatçılıq yoxdur. Aha, bu da o bizim silindrimiz. Radiusumuz deyir 3,2'dir. 3,2'dir. Haşımız da 2,5'dir. Aha. Gəlin biz həcm düsturunu xatırlayaq. Bunun həcm düsturu S oturacaq vur H idi. O da oturacağımız pi r kvadratıdır. Pi r kvadratı vurulsun H'dır. Bərabərdir. Onu da yazaq, yerinə qoyaq. Pi 3'dür. R'imiz 3,2'dir. 3,2'nin kvadratını tapacağıq. Onu da vuracağıq H'a. H da 2,5'dir. İndi biz bunu hesablamanı yerinə yetirsək, 3,2'nin kvadratı vurulsun 3 vurulsun 2,5. Gelir 76,8 metr kubu. Bu bizim metrin kubuylandı. Ve bize daha sonra deyir ki bunun 4'te 3 hissəsi su ilə doludur. Onda 76,8 metr kubunu bölək 4'ə, vuraq 3'ə. O da eləyəcək 57,6 metrin kubu. Metrin kubu. Bunu da litrə çevirəndə minə vuracaq və eləyəcək 57.600 litr. O da eləyir A variantı. 10-cu sual. Deyir ki, verilmiş 3 ədəd üçün həm ədəd orta, həm də median 24'dür. Ən böyük fərq 16 olarsa bu ədədlərin kiçiyini tapın. Yenə də uşaqlar, bayaqki kimi A, B, C-dir, fərzidir. Median 24 isə ortadakı 24'dür. Ən böyük fərq, bura x deyək, bu səfər bura y deyək. Deməli, bizə deyir ki, ədəd orta 24'dür. Uşaqlar, əgər ədəd orta 24 isə 3 rəqəm də 24'ü vurum 3'ə, eləsin 72. Deməli, bunların üçün cəmi 72'dir. 72'dən bu 24'ü çıxıram, eləyir 48. Əlimizdə olan 48. Deməli, x-dən y-in cəmi 48 imiş. Əgər cəmi 48 isə və deməli, ən böyük fərqimiz 16'dırsa, birindən digərini çıxanda, yəni y-dən x-ə çıxanda da 16 eləyirmiş. Yenə toplayanda 48, çıxanda 16 eləyən ədədlər, o da 32 və 16'dır. Bunu necə tapdım? Uşaqlar, cəmi və fərqi verilən ədədlərdə bu qayda həmişə işə yarayır. Sağ tərəfi toplayıb 2'yə böləndə böyüyə alırsınız. Çıxıb 2'yə böləndə kiçiyə alırsınız. Əgər bir ədədin cəmi və fərqi verilibsə, həmişə bu qayda işə yarayır. Deməli, biri 16'dır, biri də 32 olacaq. Sonra 11. Bir zəri bir dəfə atdıqda yuxarı xalı, düşən xalın cüt ədəd olduğunu bilərək onun mürəkkəb ədəd olması hadisəsinin əlverişli sayını tapın. Yaxşı, gəlin zər 6 rəqəmində düzdür. Əgər deyir ki, düşən xal cütdür. Deməli, ya bu 2 imiş, ya bu 4 imiş, ya da bu 6 imiş. Daha sonra deyir ki, həm də bu ədəd mürəkkəbdir. Mürəkkəbdirsə 4 qalacaq və 6 qalacaq. Cəmi 2 ehtimal. Yəni 2 hadisə var. 12-ci sual.
Deyir ki, şəkildə diametrləri AB və BC olan iki yarımçevrə verilib. A'dan B'ye 10'dur. Bu hissə 10. Oy. Bu hissə 10'dur. Uşaqlar, əgər diametr 10'dursa, radiusu 5'dir də, bir yolluq bilək. Və BC 8'dir, onda BF də 4'dür. Yəni, bunun radiusu 4'dür. Rənglənmiş figurun perimetrini istəyir bizdən. Perimetr dediyimiz şey çevrənin uzunluğu nəzərdə tutula bilər. Uzunluq düsturu necə idi? C bərabərdir və ya L ilə də işarə edirlər. 2πr. İndi əgər bunlar yarım çevrədirsə və deyir ki, yarım çevrədir, onda biz bunun yarıya bölsək, olacaq πr, düzdür? 2 dənə yarım çevrə olacaq. Ona görə πr1 üstə gəlsin πr2. Yəni birinci çevrə ilə ikinci çevrənin uzunluqlarının cəmini tapacağıq. Onda birinci çevrənin dedik radiusu 5'dir, olacaq 5π. Üstə gəl, ikinci çevrənin radiusu 4 idi, olacaq 4π. Verdi 9π. P'miz də 3'dür axı. 9 və 3'ə vuranda 27 alınacaq. Cavab oldu D variantı. 13. sual. Deyək ki, ABC düzbucaqlısında AB 6 cm, AB 6 cm, AK isə 8 cm-dir. KD isə 4 cm-dir. Onda bura A'dan D'yə qədər məsafə 12-dirsə, burada 12-dir, burada 6-dır. Bizim rənglənmiş hissənin sahəsini soruşur. Uşaqlar, biz rənglənmiş hissədə bir üçbucaqlı görürük, amma onun sahəsini tapmağın ən yaxşı yolu həmin bu düzbucaqlını tapıb düzbucaqlıdan üçbucağa çıxmaqdır. Niyə belə oldu bir dəqiqə? Gəlin, onda bura 12'dir, bura 6'dır. Bunun sahəsini tapmaq üçün 12'ni 6'ya vuraram 72. Bunun sahəsi 72'dir, bütöv. İndi gəlin bu ağları tapaq. 1, 2. Ağları tapandan sonra 72'dən çıxıb biz rəngli hissəni də tapa bilərik. Niyə elə eləyirik? Çünki rəngli hissə düzbucaqlıdır. Düzbucaqlı üçbucağın, daha doğrusu düzbucaqlı sahədir. Onu tapmaq daha rahatdır. Bura 4 neçə vermişdi? K'dan D'ye 4'dür. Biraz şişdirib bunu balacalaşdırıq. Aha, bura 4'dür. K'dan D'ye. Burada 8'dir. Onda baxın, bu hissə 6'dır, bu da 12'dir. Burada bir düzbucaqlı üçbucağımız var. Bunun sahəsini tapmaq üçün yazıram belə. Düzbucaqlı üçbucağın sahəsini tapanda nə edirdik? Vurub 2'yə bölürdük. 6 vur 12 böl 2. Bu da 6, 36. Aha. Bax, bu üst hissə var. Bax, bura 36'dır. Bax, bura 36'dır. Gəldi indi buranı tapmağa. Buranın da burası 6'dır. 6 4'dür. Yazacağıq 6 vur 4 böl 2. 24. 24 2'ye böləndə 12. Yaxşı. Bax, bu ağ hissələr cəmi 48 verir. Ümumi düzbucaqlığımız da 72'dir axı. 72'dən də 48'i çıxacağım. Verəcək 24 santimetrin kvadratı. Ya da bir yolluq belə də tapa bilərdik. Necə? Bu uzun yoldur. Bir dənə qısa yolda deyim sizə. Bunun hündürlüyü 6'dır. Düzdürmü? Bunun bu hissəsi də 8'dir. 8'i tərəf vur hündürlüyü. 8'i 6'ya vurub 2'yə də bölə bilərdiniz. Amma bu yol sizdə keçirilmirdi. Siz ancaq düzbucaqlı üçbucağı öyrənirsiniz deyə bu yoldan istifadə etmək sizə çətin gələr. Bu düsturu gələcəkdə görəcəksiniz. Keçdik 14-cü suala. Deyir, ABC düzbucaqlısının daxilinə radiusları eyni olan iki dairə çəkilib. Dairələrin sahəsi cəmi 32 pi olarsa düzbucaqlının sahəsini tapın. Uşaqlar, deməli, əgər eyni çevrə çəkilibsə, deməli, bunların hər birinin sahəsi 16 imiş. 16 pi imiş. Deməli, biz də bilirik ki, sahə düsturu pi r-in kvadratıdır. Elə deyilmi? Onda çıxır ki, nəyin kvadratı 16 eləyər? Deməli, radiusumuz buradan əldə edirik ki, 4'dür. Radius dediyimiz şeydə bu orta ilə bu bir kənarı birləşdirən düz xəttdir. Düzdür? Bura 4'dür. Bura 4'dürsə, burada 4'dür. Onda burada da 4 4 8 cm-dir buradadır. Deməli, düzbucaqlığımızın bu hissəsi 8'dir. 8 8 16'dır, üzr istəyirəm. Bu hissəsi 16'dır. Çünki diametri 8'dir. Burada 8'dir. Onda bura 16'dır. Bir tərəfdən də bu da diametrdir də. Deməli, burada 8'dir.
İndi bizə deyir düzbucaqlının sahəsi tərəfi 16 və 8-dir. 16-nı da 8-ə vuranda 128 edir. Cevap oldu C variantı. 15. Bizden soruşur silindrin tam sahəsinin düsturunu tapmağı. Deməli, bura 4'dür. Buranı tapmaq üçün biz dedik ki, bu açıq hissəsi əslində çevrənin uzunluğuna bərabərdir. Çevrənin uzunluğu da 2 pi r olduğu üçün 2 pi'ni de verip 2 üçün 6, radiusumuz da yine 6'dır. 6, 36. Uşaqlar, düzbucaqlının bu hissəsi 36 santimetrdir. Deməli, düzbucaqlımızın sahəsi 36'nı vuracağıq 4'ə, eləyəcək 144. Bu düzbucaqlımızdır. Tam sahədə 2 dənə də dairəmiz var axı. Və bir dairənin sahəsi pi r'in kvadratıdır. İndi yuxarıda və aşağıda 2 dənə dairə olduğu üçün vururam 2'yə. Olur belə. 2 vurulsun. Pi 3'dür. R'imiz də 6'dır. 6'nın 6'ya vuranda 36. İndi həmin bu 36'nı da 2 pi'yə vuranda, yəni 3'ə vuranda, 6'ya vuranda eləyir 216. Bu da bizim o yumru dairələrimizin sahəsidir. 216 ilə də 144'ü toplasam verir 360 santimetrin kvadratı. Cevap oldu D variantı. 16. sual. ABC dik kvadratı ve diametri C'de olan yarım daire verilip kvadratın perimetri 24 olursa renkli figürünün sahəsini tapın. Uşaqlar, əgər kvadratın perimetri 24'dürsə 24'ü bölürəm 4'ə eləyir 6. Hər tərəfi bura 6, 6, 6'ymış. Onda bu diametridə, deməli bunun da radiusu 3'üymüş. Tərəfi 6'ymışsa radiusu 3'üymüş. Yaxşı, birinci biz kvadratımızın sahəsini tapaq. Kvadrat yazıram. Kvadratın tərəfi 6'dırsa 6, 6, 36. Bu hissəni tapın. Bura ilə işim qutardım. İndi keçirəm yarım dairəmizə. Bizim yarım dairə, bir dairəmizin sahəsi pi r'in kvadratıdır. Axı bu da yarımdır. Ona görə bunu tapıb axırda 2'yə böləcəyik. Pi'miz 3'dür. Radiusumuz da dedik ki 3'dür də. 3'ün kvadratı 9. 9'u 2'ye böləndə 3 9'um 27. 27'nin 2'ye böləndə 13 tam onda 5'dir. Veya 36 var idi. Buradan da 13.5 əldə elədik. Cəmi 49.5 əldə edirik. Cevap oldu A variantı. 17. Burada həndəsə çoxdur. Həddən artıq çoxdur. Bu qədər həndəsə olmağı normal deyil. Nə faiz yoxdur, nə tənasüb yoxdur hələ işlədiyimizə qədər. Yəni ona görə bu qədər çətin gözləməyin. Bu daha çox həndəsə ağırlıqlıdır. ABC'de düzbucaqlısında CD 10'dur. Deməli bu tərəfi 10 aldıq. AD 16'dır. Və BK 6'dır. Bura BK 6'dır. Onda uşaqlar A'dan K'ya tərəfi 10'dursa burada düşəcək 4 cm. İndi bizə deyir rəngli hissənin sahəsini tapın. Ən rahat yolu bilirsiniz nədir? 6, burada 16'dır. Bax bu ağ çevrə var, ağ hissə var. Bu ağ hissəni tapıb ümumidən çıxmaqdır ən rahatı. İndi gəlin yazaq S düzbucaqlı. Düzbucaqlının sahəsi eni 16'dır, uzunluğu da 10'dur. 16'nı 10'a vururam 160. İndi gələk biz bu S üçbucağı tapaq. Yuxarıda bir üçbucaq var. Bax tərəfi bu hissəsi 6'dır. Görürsünüz burada 16'dır. Neyniyəcəyik? 16'nı 6'ya vurub 2'yə böləcəyik. O da 3 dəfə. 16'nı da 3'ə vuranda 48. Həmin bu 160'dan elə bu 48 santimetrli hissəni ağardıblar. Ona görə biz onu çıxsaq 112 verir. Cavab olur C. 18. 3 ədəddən deyir ki 100'e qədər ədədlər içərisində 3'dən 100'e qədər ədədlər içərisində bir ədəd seçilir. Seçilen ədədin sadə cüt olma ihtimalını tapın. Bu biraz bizi zorlayacaq. Niyə çoxdur? Misal 18. 3'dən 100'e qədər neçə dənə ədəd seçilir? Gəlin baxaq. 100'dən 3'ü çıxıram. 3'dən 100'e qədər. Və nə 3 sayılmır, nə də 100 sayılır. 3'ün özü sayılır, 100 sayılmır. Demək 97 dənə ədəd var. 3'dən başlayır, amma 100'e qədərdir, 100 götürülmür. Deməli, 97 dənə ədədimiz var. Həmin bu ədədin bir dəqiqə 3'dən 100'e seçilen ədədin sadə cüt ədəd olma ihtimalını tapın. 3'dən 100'e qədər ədəddir. Gəlin baxaq görün neçə dənə sadə və cüt ədəd var.
3'dən başlayır. Cütlərin içində. Bir dəqiqə, heç ehtiyac yoxdur. Cüt ədədlər heç vaxt sadə olmur demişik ki. Bircə dənə yeganə 2 idi ki, heç şərti diqqətlə oxumuram. Bir dənə 2-dir ki, həm cütdür, həm də sadədir. Düzdürmü? Bu da 3'dən başlayırdı. 2'ni götürə bilmirsə, yoxdur. Uşaqlar, belə bir ədəd yoxdur ki, həm cüt olsun, həm də sadə olsun və 3'dən böyük olsun. Ona görə bu ehtimal 0'dır. Elə bilirəm təklərə baxacağıq. Cüt olmağını heç oxumadım. Cavab olur D variantı. Yəni sadə və cüt ədədlərin bir dənə yeganə istisna 2'dir. Bu da 3'dən böyük dediyinə görə heç götürmürük. Yəni 0'a bərabərdir. Yoxdur axı. Gəldik 19'a. Verilənlərə əsasən deyir, rəngli hissənin sahələri cəmini tapın. Yenə də başladıq. Bura 40'dır, bura 60'dır. Mənə elə gəlir ki, bu bunun yarısı qədər olacaq. Baxaq, bu tam yarıdan bölünüb hissədir. Bura 40'dır. Deməli uşaqlar, burada 40'dır. Bax, bura 40'dır. Burada 40'dır. Onda burada 40'dır. Onda narıncı çevrənin radiusu 20'dir. Düzdür? Sahələr cəmi. Baxın, bu çevrə deyil. Məsələdə bunun bu qədəri verilibdir. Bax, həmin bu qədərdə, bu hissə var. Əslində bir çevrənin 1/4 deməkdir. Düzdürmü? İndi gəlin birinci çevrəyə baxaq. Birinci çevrənin radiusu 20'dir. Biz onun sahəsini tapıb, sonra 4'ə böləcəyik. Yəni 1/4'dir. Yazaq S narıncı. Qısa yazıram N hərfi. Sahə düsturu necə idi? Pi R'in kvadratı. İndi bizə 1/4'də axı olacaq 1/4'i. Yazıram pi'miz 3'dür. Radiusumuz 20'dir. 20'nin kvadratı bölünsün 4. 20'nin kvadratı 400'dür. 400 vurulsun 3 böl 4. O da gedəndə 100 eləyir. 3 vur 100, 300 eləyir. Bu bizim dediyimiz kimi narıncıdır. Saxladıq qrafda. Gəldik yaşıl hissəyə. Yaşıl hissənin də eyni ilə radiusu 4'dür, o da 40'dır, o da 1/4 uşaqlar. Yazıram pi 40'ın kvadratı bölünsün 4. 40'ın kvadratı 1600'dür. 1600'ü 4'ə böləndə 400 pi eləyir. Belə yazaq da 3 vurulsun 1600'ü 4'ə böləndə 400 eləyir. 3 vur 400, o da eləyir 1200. Uşaqlar, bu 1200'dür. Yuxarıda da 300 var idi. Toplayanda 1200 üstə gəl 300 verir 1500. Cavab oldu A variantı. 20. sual. Düz üçbucaqlı prizmanın tam səthinin sahəsini tapın. Oturacaqdakı üçbucağın hündürlüyü 4 cm-dir. Deməli, bunu açıq şəkildə çəkək. Ən rahat yolumuz açıq şəkildə çəkməkdir. Deməli, burası 8'dir, burası 12'dir, burası da 14'dür. Və bunun haşı da 4 cm-dir. Sonra 3 dənə düz bucaqlı yaranır. Əgər burası 8 isə burada 8'dir, bura 12 isə burada 12'dir və burada 14'dür. Figurun öz hündürlüyü də 10'dur. Yazıram burada 10, 10, 10. Deməli, burada da bir dənə üçbucağımız var. Birinci üçbucaqların sahəsini tapaq. Yazaq S üçbucaq bərabərdir. Birini tapıb uşaqlar 2'yə vuracağım. Biz də demişik ki, üçbucağın sahə düsturu necədir? Tərəfin çəkilmiş hündürlüyə vurub bölür 2. A vurulsun hündürlük böl 2. İndi tərəfimiz 14'dür. Baxın 14'dür. 14'ü vuracağım 4'ə. Böləcəm 2'yə. O da eləyir. 2'yə vursam 28. Yaxşı, bu 28 bir dənə üçbucağındır. Bəs yuxarıda da o üçbucaqdan var axı. Vururam 2'yə eləyir 56. Bunu yazıram qırağa. Üçbucaqlarla işim qutardı. Keçdim indi düzbucaqlılara. Burada bir dənəsi var, burada ikincisi, burada da üçüncüsü. 8'i 10'a vuranda yazıram belə. S1 bərabərdir. 8 10'un 80. İkincisi, burası 14'dür, burası 10'dur. Uşaqlar 14'ü 10'a vuranda 140 birbaşa yazıram. Və üçüncüsü də 12'nin 10'adır. Üçüncüsü də olur 12 vur 10, yəni 120. Bir dənə bizim qaldı işimiz bunların hamısını cəmləmək. 140'ın üstə 80 gələndə eləyir 200. Belə də 140'ın üstə 220 gəlsə 260. 50, üstünə də 80 gələcəm. Üstünə də 56 gələcəm.
200, 340, 396 santimetrin kvadratı. Cevap oldu B variantı. Gəldik açıq tipli suallara. Buradan o yana həllini mərhələ-mərhələ hər birini göstərmək lazımdır. 21-ci sual. Ədəd oxu üzərində deyir ki, mənfi 10 və 12 ədədlər arasında yerləşən bütün tam ədədlərin cəmini tapın. Yaxşı. Ədəd oxu çəkməyə ehtiyac yoxdur. Mənfi 10 və 12 arasında nə var? Gəlirik belə yazırıq. Mənfi 9, mənfi 8, mənfi 7, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, belə yazıq, qısa yazıq çapsın. Mənfi 3, mənfi 2, mənfi 1, 0. İstəgəl 0 yazıram. Cəm deyil, sadəcə müsbət olduğu, mənfi olduğu üçün olsa cəmmə çevrilir. Sonra başlayıram artıq 1-dən. İstəgəl 1, müsbətlərə keçəm. İstəgəl 2, İstəgəl 3, İstəgəl 4, İstəgəl 5, İstəgəl 6, İstəgəl 7, İstəgəl 8, İstəgəl 9, İstəgəl 10, İstəgəl 11. Arasında dediyinə görə 12 sayılmır. Uşaqlar, mən niyə bunu belə yazdım? İndi fikir verin, hamısı mənfisi müsbətini aparacaq. Apardı. Getdi. Və bizdə nəhayət bir dənə 10 ilə 11-in cəmi qalır. O da eləyir 21. Cevap oldu 21. 22. A çoxluğu 20-dən kiçik sadə ədədlər, B çoxluğu isə 20-dən kiçik cüt ədədlər çoxluğudur. Bu iki çoxluğun kəsişməsində neçə element var? Gəlin yazaq. A çoxluğuna yazaq. Deyir ki, 20-dən kiçik sadədir. Sadə ədədlər 2-dən başlayır. 2, 3, 5, 7, 9 sadə deyil, 11. Bu arada sadə nə idi? 1-ə və özünə bölünən ədədlər. 13, 15 sadə deyil, 17 və nəhayət 19. Bu bizim uşaqlar A çoxluğumuzdur. Gəldik B çoxluğu. B çoxluğu isə 20-dən kiçik cüt ədədlər çoxluğu. Vay, 2, 4, 6, 8, 10, 12, 14, 16, 18. Heç bunu yazmasaq da yadınızda qalsın. Biri cüt deyil, biri də sadə ədədlər deyil. Bunların kəsişməsi yalnız və yalnız 2-dir. Kəsişmə də eyni olan elementlərdir. Bu işarənin adı kəsişmədir. Baxın. Bu işarə var və bu işarə kəsişmədir. Kəsişmə də nədir? Eyni olan. Həm 2-dən 20-dən kiçik cüt olsun, həm də sadə olsun. Yalnız və yalnız 2-dir. O da deyir bizə neçə element var? Cəmi 1 element var. 23. Düzbucaqlı formasında kağız vərəqi tam ortadan bir dəfə qatlasaq alınan yeni fiqurun perimetri əvvəlkindən mütləq böyük olar, yoxsa kiçik olar. Gəlin baxaq. Düzbucaqlı formasında bir dənə fiqur götürdüm. Tam ortadan bir dəfə. Məsələn, tutaq ki, burası 10'dur, burası 6'dır. Özümdən atıram. Ortadan qatladım. Onda burası 5 olacaq, burası da 5 olacaq, burası da 6, 6. İndi bizə deyir ki, alınan yeni fiqurun perimetri tam ortadan bir dəfə qatlasaq. Alınan yeni fiqurun perimetri əvvəlki perimetrindən böyük olar, mütləq yoxsa kiçik olar. Aha. İndi gəlin, baxaq. Biz ortadan fiquru qatlayırıq, düzdürmü? Qatlayanda nə olur? O yarıya bölünür. Və yarıya bölündükdən sonra təbii ki, onun perimetri kiçiləcək. Niyə? Məsələn, burada nə olacaq artıq perimetrimiz? 10 deyil, 10, 6, 6, 20, 32 idi. Əvvəl perimetrimiz 32 idi. İndi ortadan qatlayırıqsa, bunun sahəsi böyüyür. Amma perimetri isə mütləq ki, kiçiləcək. Artıq perimetr olacaq 5, deməli 6, 6 burada 5'dir. 12, 22, 22. Deməli, hər bir hissəsinin perimetri 22 olacaq. Burada 5, 6, 6, 22. Görürsünüzmü? Əvvəl 32 idi. İndi artıq hər biri 32 santimetrlik perimetrlər şəklində oldu. Yəni 2 dənə düzbucaqlı şəklinə gəldi və o da perimetri mütləq ki, kiçiləcək. Çünki bir tərəfi kiçilir, yarıdan bölünür. Ona görə kiçilər. 24. 4 uşaq meşədə cəmi 60 kg moruq yığdı. Birinci sual 24. Lalənin yığdığı moruq yığılan moruğun neçə faizini təşkil edir? Baxın.
Ümumi baxın, bunun cəmi 60 verməlidir. 20% arzu yığıb, sonra 25, Ali 15, Lalə bilinmir. Deməli biz bilirik ki, dairənin tam faizi 100 verməlidir. 100-dən bu əlimizdəki bilinən faizləri çıxaraq 20, üstə gəl 25, üstə gəl 15, eləyir 40, 20, 60, 100-dən 60-ın çıxarıq 40%. Həmin bu Lalə xanıma biz 40% yer ayırmalıymışıq. Ümumi moruğumuz 60 kilogram deyil, birinci sual. 60'ın da 40%'ini tapsaq biz sırf Lalənin yığdıqlarını əldə edərik. O da sıfırlar buranı aparsa 6 4'ün 24 kg edəcək. Deməli bizim Laləmiz 24 kilogram yığıb. Hər uşağa neçə kilogram moruq yığdığını tapın. Deməli Laləni tapdıq. Arzu 20%, onda 60'ın 20%'ini tapsaq eləyir 12 kg. Ali 15% yığıb. Bu kim idi? Bu Arzuydu. Arzu. Ali 60'ın 15%'ini yığıb. Yəni 60 15'e vursam 90. Yəni 9 kilogram edir. 100 ilə də ixtisar gedəndə 7 9 qalır. 9 kg. Və nəhayət sona da 25%'ini yığıb 60'ı vursam 25%'e bölsəm 100'e o da eləyir 15 kg. Laləni tapmışdıq 24 kilogram. Belə yazaq. Kiçikdən böyüyə doğru yazaq. 9, 12, 15, 24. Belə bir sual düşsə, uşaqlar siz hər birinə ad yazmalısınız. Məsələn, yazacaqsınız Arzu falan, Ali falan. Yəni belə yazmalısınız ki, onlar tam doğru cavab saysınlar. Gəldi 25-ci suala. Vəli, Sənan, Ali və Ramal bağdan yığdıqları almanın hər kiloqramını 60 qəpiyə satıblar. Sənan hamıdan çox, Ramal hamıdan az yığmışdır. Və Vəli Alidən çox alma yığıbsa, onların hər biri neçə kiloqram alma yığmışdır. Bütün uşaqların əldə etdikləri pulun miqdarını tapın. Uşaqlar bizə deyir ki, Sənan hamıdan çox yığıbdır. Onda Sənana hansı aiddir? Baxın, Sənana bu aiddir. Yazıram qabağına Sənan. Sonra Ramal isə hamıdan az yığıb. Hamıdan az və bu hissədir. 4-cü qrafadır. Sonra deyir ki, Vəli Alidən çox yığıb. Bu ikisinin arasında çox olan birincidir. Onda bura Vəlinindir, burada Alinindir. Aha. İndi bir də deyir ki, hər kiloqramında 60 qəpiyə satıblarsa, gəlin hər bir uşağın qazandığı pulu hesablayaq. Deməli, başlayaq elə Vəlidən 25-ci sual. Vəli uşaqları neçə kiloqram yığıb? Görürsünüz ki, təqribən 50 kiloqramdır. 50 kiloqram və hər bir kiloqramını 60 qəpikdən yığıb satıblar doğrusu. 5-6'ya vursam 30. Deməli 30 manat qazanıb. Bu oldu bizim Vəlinin pulu. Sonra gəldik Ali. Ali nə qədər yığıb uşaqlar? Ali 50'dən biraz azdır. Təqribən deyək də 50 ilə 40'ın arasıdır. Baxın, ona görə 45 deyək Aliyə. Yazıram belə. 45 vurulsun 0,6. 45'i 6'ya vursam 270 eləyir. O da eləyir 27 manat. Bu oldu Ali'nin. Gəldi S ilə olan kim idi? Sənan. Sənan uşaqlar 60 kiloqram yığıb. Belə görürük ki, Sənan 60 kiloqram. Ən çox yığanımız. 60'ı da vururum 60 qəpiyə. O da eləyir 36 manat. Bu oldu bizim Sənanın yığdığı və qaldı Ramal. Ramal da neçə kiloqram yığıb? Baxırıq. Hardasa 40 demək olar. Tam 40 deyil, amma biz təqribi cavab götürək. Sizə məsələ verilərsə, belə məsələlər orada tam düşdüyü qrafanı verəcək. Yəni burada indi təqribən 40 götürə bilərik. Təqribən deyəndə elə həmin 40'a yaxındır da. 40 deyək. 40'ı da 60 qəpikdən vuranda 24 azin qazanmış olur. Bu da belə. Hər uşağın pulunu da bu cür hesabladıq. Yenə deyirəm uşaqlar, bu həlli tələb olunan açıq hansı suallara ki sizdən qrafa ayırıblar, həmin sualların həllini ətraflı şəkildə sözlərlə göstərmək lazımdır. Videomuz bu qədər. Təkrar deyirəm, bu suallar biraz çətin versiya idi. Monitoringdə bu qədər çətin düşməyəcək. Çox işləyin, özünüzü qorxutmayın. Hələlik.